Salam dostlar, biz bugün yenə riyaziyyat fənnindən başlayacağıq. Neçə vaxtdır video çəkmirdik, çünki mənim dərslərim çox olduğu üçün video çəkə bilmirdik. Bugün kəsim əsas xassəsi dərsini izah edəcəm. Gəlin indi kəsim əsas xassəsi nədir, onu qısa izah verək. Kəsim əsas xassəsi, kəsin sürət və məxrəcini hər hansı bir ədədə vursaq və ya bölsək, kəsin qiyməti dəyişməz və ya kəsə bərabər kəsir alınır. Məsələn, özümüzdən bir kəsə götürək. Məsələn, götürək 3-də 2. Kəsin sürət və məxrəcini eyni ədədə vururuq. Yəni, sürət və məxrəci müxtəlif ədədə vuranlar, sürət və məxrəci yalnız eyni ədədə vura bilər. Məsələn, bunu vuraq 2-yə, bunu da vuraq 2-yə. Çünki ya məxrəci ya da sürət hansı ədədə vurursa, sürət və məxrəc eyni ədədə vurulur. Bu da eləyir 6-da 4. Yenə bunu ixtisar eləsək, qalacaq 3-də 2. Yəni, kəsə bərabər kəsir alınır. Elə bizə belə göstərək. Kəsirlə eləməsək də 6-da kəsi 3-də 2 kəsirlə bərabər deməkdir. Yəni, bunu ixtisar edərsək, yəni də 3-də 2 kəsi alınacaq. Gəlin, indi çalışmaya keçək. Çalışma 1-də. Demək, biz dəftərdə vahid parçada, yəni riyaziyyat dəftərində belə damalar olur. Siz bu damaları 20 dənə belə dama buraxacaqsınız. Biz lövhədə çəkəcəm və siz də dəftərdə onu qeyd edəsiniz. Demək, siz dəftərinizdə 20 dənə boş dama çəkməlisiniz və indi mən oraya yazdığım ədədləri də siz dəftərdə qeyd etməlisiniz. Gəlin, dəmimizi biz ədəd oxu üzərində göstərək. Gəlin, başlayaq. Bizə 20 dama olduğu üçün bura ən birinci 0 olacaq. Bura olacaq uşaqlar 20-də 1. Çünki birincidir. Sonra bu 20-də 2. Bunu buradan yazmadım ki, bunları kəsərlə qarışdıra bilərsiniz. Sonra bu 20-də 3, 20-də 4, 20-də 5. Belə yazırıq və mən bunu bitirəndə videonu başlayacağım. Demək, biz dostlar, bunun ədəd oxu üzərində yazdım və bizə axırıcında 20-də 20 olduğu üçün 20-də 20-də sürətlə məxrəc eyni olduğu üçün biz bunları ixtisar edə bilərik və 1-də 1, yəni 1-də 1-də 1 tam deməkdir. Yəni, keçək biz ikinci çalışmaya. Gəlin, keçək ikinci çalışmada. İkinci çalışma da birinci çalışma kimidir. Siz yenə bir dəfə 20 yox, 18 dama götürəcəksiniz və mən indi onu lövhədə ədəd oxu kimi çəkəcəm və siz də onu dəftərdə çəkə bilərsiniz, amma ədəd oxu kimi yox. Siz də onu rəqəmlərlə işarə edə bilərsiniz. İstəsəniz ədəd oxu kimi çəkin, istəsəniz də damaların içində yaza bilərsiniz. İndi gəlin, biz ədəd oxu kimi yazaq. Bu səfər 1-dən tutmuş 18-ə qədər yazmayacaq. 1 ilə 18 arasında bəzi ədədlər yazacaq. Gəlin, məncə ədəd oxunu çəkək. Demək, biz nə ədədləri götürək? Məsələn, buraya 1, 2, 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, burada 18. Bura 0-dırsa, bura 18-ə 1-dir, bura 18-ə 2-dir, bura 18-ə 3-dür. Sonra bunları ixtisar da edə bilərsiniz, amma biz indi bunu ədəd oxu üzərində göstərək. Məsələn, bunu göstərək, bunu göstərək. 18-ə 5-dir, 18-ə 8-dir. Sonra, məsələn, yaza bilərik
18'ə 11-dir və burada bu çəkdiyimiz axırıncı oxda 18'ə 18, yəni bunlar da eyni olduğunu ixtisar edəndə qalır 1-də 1, o da 1-də 1, tamam. Bu da birinci çalışma kimi idi. Demək bizə lazım olan ədədlər bunlar idi. Bunlar bu ədədlər idi. Gəlin keçək üçüncü çalışmaya. Üçüncü çalışmada deyir ki, biz demək ədədlər verilir və biz bu kəsrlər verilir, biz istəyirəm. Bu kəsrlərin sürət və məxrəcini 3-ə vurmaq lazımdır. Gəlin biz də onu yazaq. Məsələn, özümüzdən götürək. Məsələn, götürə bilərik 2-də 1, 3-də 1, məsələn 5-də 2, məsələn 6-da 4, 12-də 8, 16-da 4 və biz bunları 3-ə vurmalıyıq. Gəlin, öncə 2-də 1 kəsrdən başlayaq. 2-də 1-i vururuq 3-ə. Demək, sürət və məxrəci 3-ə vurduğumuza görə 6-da 3, 6-da 3 yüksəldisək, yenə də 2-də 1 alınacaq. Yəni, kəsr sürət və məxrəci hər hansı bir yerdə vursaq və ya bölsək, kəsrə bərabər kəsr alınır və yaxud da kəsr qiymət dəyişməz. Yəni, kəsr qiyməti görürsünüz dəyişmədi, amma həm də kəsrə bərabər kəsr alınır. 2-də 1, burada da 2-də 1. Gəlin, vaxt itirmədən bunları da yazaq. 3-də 1-i kəsr sürət və məxrəcinə vururuq 3-ə, eləyir 9-a 3. Bunlar da yenə ixtisarləndə 3-də 1 qalır. Sonra 5-də 2-ni vururuq 3-ə, bunu da vururuq 3-ə, eləyir 15-də 6. Sonra 6-da 4-ü vururuq 3-ə, 18-ə 12. Sonra 12-də 18 yazırıq. Vururuq 3-ə, yox, 12-də 18-ə, 12-də 8. Vur 3, bunu da vururuq 3-ə. Eləyir 36-da 24 və biz kəsrə belə vururuq yazacaq. Gəlin, indi keçək vaxt itirmədən 4-cü çalışmaya. Uşaqlar, amma ikinci çalışmada deyir ki, bu dəfə 3-ə vurmuruq, 2-yə bölürük. Bu dəfə 3-cü çalışmada vurmaqdır, bu 4-cü çalışmada isə bölməkdir. Gəlin, indi özümüzdən bir kəsr yazaq. Məsələn, yazaq 12-də 8 yazaq. Məsələn, bunu böləcəyik 2-yə. Sonra özümüzdən bir kəsr yazaq. Məsələn, yaza bilərik 32-də neçə yazaq? 32-də yaza bilərik 16. Sonra 6-da 4 yaza bilərik. Sonra özümüzdən yazaq. 12-də 4 yaza bilərik. Yox, 14. 14-də 2 yaza bilərik. 22-də 2 yaza bilərik. Sonra 24-də 12 yaza bilərik. Biz həm də bu kəsrlərin hamısını yox, bəzilərini yazaq. Məsələn, yazaq 12-də 8-i bölürük 2-yə, sürət və məxrəcini bölürük 2-yə. Bu da eləyir 6-da 4. Bu da ixtisar gedir 2-yə, qalır 3-də 2. Bu da eləyir 3-də 2. Sonra 32-də 16-nı bölürük 2-yə. Bunu da bölürük 2-yə. Eləyir 16-da 8. 16-da 8 ixtisar gedir, qalır 2-də 1. Sonra 6-da 4-ü bölürük 2-yə. Bölürük 2-yə, bunu da bölürük 2-yə, eləyir 3-də 2. Demək, bu kəsrlər belə ixtisar olanlara gedəcək. Gəlin, indi vaxt bilmədən keçək 5-ci çalışmaya. Gəlin, indi A variantından başlayaq. Demək, bizə verilmiş bərabərlikdə biz bunlar ulduzların yerini tapacağıq. Kəsrin əsas xassəsi nə idi? Kəsrin sürət və məxrəcini hər hansı bir ədədə vursaq və ya bölsək, hər hansı bir ədədir, yəni eyni ədədə. Kəsrin məxrəcini, məsələn, 3-ə vurduq, sürətli 3-ə vururuq. Sürətli 3-ə vurduq, məxrəcini 3-ə vururuq. Yəni, sürətli və ya məxrəci hansı ədədə vururuqsa, təbii ki də sürət və məxrəc eyni ədədə vurulacaq. Məsələn, indi eyni ədəd vurulduğu üçün 3-ü neçəyə vurmuşuq, 6 eləyib 2-yə vurmuşuq. Demək, 1-i də 2-yə vururuq, eləyir 2. Demək, bizə ulduzun yeri eləyir 2. Sonra düşünə bilərsiniz ki, bunu 3-ə vururuq, amma yox, 3-ü təzədən 3-ü neçəyə vurmuşuq ki, 18 eləyib. 3-ü demək ki, 6-ya vurmuşuq, 18 eləyib.
Biri də 6 yavrıq eləyir 6. Demək bizə ulduzun yerinə 6-dır. Sonra indi məxrəc yox, sürət verilib, məxrəc soruşur. Məxrəcdən biri neçəyə vurublar 7, biri 7-yə vurublar, demək 3-ü də 7-yə vurub. 3-ü də 7-yə vuranda eləyir 21. Demək bizə ulduzun yeri 21-dir. B variantını da yazaq. Gəlin indi B variantının izahını edək. B variantında da həminki kimi verilmiş bərabərsizlikdə biz bərabərsizlikdə yox, özür istəyirəm, bərabərlikdə bu ulduzların yerini tapacağıq. Yəni deyirik. Bu dəfə məxrəci tapacağıq. 13-ü neçə vurmuşuq? 26 ilə 2 vurmuşuq. 7-ni də 2 vuruq, eləyir 14. Demək bizdə birinci ulduzun yeri 14-dür. Sonra 7-ni neçə vururlar? 70 eləyib 10-a vururlar. 10-cu da 10-a vuranda eləyir 130. Demək bizdə ikinci ulduzun yeri 130-dur. İndi bizə yenə məxrəc soruşur. 10-cu neçə vurmuşuq? 104 eləyib. Demək 10-cu 8-ə vurmuşuq. 104 eləyib. 7-ni də 8-ə vururuq. Bizim demək ki, üçüncü ulduzumuzun yeri 56-dır. Demək bu çalışmanın sonuna gəldik. İndi gəlin C variantına keçək. C variantında da kəsin əsas xassəsindən istifadə edirik. 2 neçə vurmuşuq, 6 eləyib 3-ə vurmuşuq. Demək 5-də 3-ə vururuq. Demək bizə birinci ulduzun yeri eləyir 15. 3-ə vururuq. Sonra bizə məxrəc verir. 5-i neçə vurmuşuq? 25 eləyib 5-ə vurmuşuq. 2-ni də 5-ə vururuq. Eləyir 10. Demək bizdə ikinci ulduzun yeri 10-dur. Sonra bizə 2-ni neçə vurmuşuq? 28 eləyib. 2-ni 14-ə vurmuşuq, 28 eləyib. Demək biz 5-ə vururuq 14-ə. Bu da eləyir 70. Demək bizə üçüncü ulduzun yeri 70-dir. Gəlin indi biz keçək 6-cı çalışmaya. Demək dostlar, 6-cı çalışmada deyir ki, bərabərliklərin doğru olub olmadığını araşdırın. Yəni hansı doğru, hansı yanlış olduğunu tapacağıq. Demək bizə 8-ə 3-dür. Demək bizə 8-də 8-ə 3 kəsir bərabərdir 48-ə 18. Yəni bu doğrudur. Nə üçün? Biz 8-i 6-ya vurmuşuq. 48 eləyib, 3-ü də 6-ya vururuq, eləyir 18. Demək burada kəsin əsas xassəsindən istifadə olunduğu üçün bu düz variantdır. İndi keçək B variantına. B variantında nə verilib? Yazılıb ki, altda 1 bərabərdir 42-də 7. Təbii ki, bu da doğrudur. Çünki altda bir də 6-nı 7-yə vurmuşuq, 42 eləyib, bir də 7-yə vururuq, 7 eləyib. Bu da doğrudur. C 4 variant olduğu üçün 4-ünü də yazırıq. C variantında nədir? 240-da 100 bərabərdir. Bu da eləyir 12-də 5. Nə üçün? Bu doğrudur. Nə üçün? Bizə demək 240-ı bölmüşük 20-yə, elib 12, 120-yə bölür, eləyir 5. Bu doğru variantdır. Sonuncu varianta gəlirik və variantı yazandan sonra videonu sonlandıracağıq. Bu da 4-də 3 bərabərdir 44-də 33. Yəni bu da doğrudur. Nə üçün? 4-ü 11-ə vurmuşuq. 44 eləyib, 3-ü də 11-ə vurmuşuq, 33 eləyib. Demək bizə bu variantda düzdür. Demək bizdə bu variantların A, B, C və D variantlarının hamısı düzdür. Və demək bizə bu misalda səhvlik yoxdur. Demək dostlar,